Salam uşaqlar, səhifə 33-cü izah edirəm. Diqqətlə qulaq asın. Deyir ki, ədədin bölən və bölünənlərini tapmaq. Mövzumuz budur. Birinci tapşırıqda deyir ki, verilmiş natural ədədin bütün bölənlərini yazın. 15-dir. Bütün bölənləri hansılardır? 1-ə bölünür, 3-ə bölünür, 5-ə bölünür. 1-ə böləndə neçə alındı? 15. Baxın, göy qurşağı yaratdım. 1 ilə 15-in asılı 15 verir, 3 ilə 5-in asılı 15 verir. 28-ə baxın. 28-in 1-ə bölünəndə nə alınır? 28. 2-yə bölünəndə nə alınır? 14. Başqa. 3-ə bölünmür. 4-ə bölünəndə nə alınır? 7. Başqa nə var? 2-yə bölündü. Başqa. 4-ə bölündü. 8-ə bölünmür. 9-a bölünmür. Başqa olmur. Gördünüzmü? 4, 7, 2, 14, 1, 28 göy uşağı yarandı. Bütün bölənlərini yazdım. 42-nin bütün bölənləri 1-ə bölünəndə 42, 2-yə bölünəndə 21, 21, uşaqlar 24 oxşadı. 21, 3-ə bölünəndə 14 eləməlidir, səhv etmirəmsə. 4-ə bölünmür, 6-ya bölünür, 7 alınır. Başqa bölünmür. 6 və 7 42 eləyir. Başqa bölünmür. Demək, 6, 7, 3, 14, 2, 21, 1, 42. Başqa varmı uşaqlar? Siz özünüz fikirləşin dəqiq. Mənim fikrimdən yəni bilər də. Hər hansı bir rəqəm. 48. 1-ə bölünəndə 48 edir. 2-yə bölünəndə 24 edir. 24 bölənlərdən biri. 3-ə bölünürmü? Bəli, bölünür. Neçə alınır? 3-ə bölünəndə 16 eləməlidir. 48 eləsin deyə. Sonra 4-ə bölünür. 12. Sonra 6-ya bölünür. 8. Başqa. Demək 6 ilə 8. 1 ilə 48. 2 ilə 24. 3 ilə 16. 4 ilə 12. Başqa varmı? Baxın. Sonra keçdim 5-cisinə. 5-cidə nə deyir? 84-ün. Baxırıq. 1, 84. 2, 2'ye bölünür 42. 2, 42. 3'e bölünür. 3'e bölündə 26 eləməlidir. 28. 28. 4'e bölündə 21. Başqa 7'ye bölünür 12. Burada da yazdım 7 bir de 12. Baxın 7 12 1 84 2 42 3 28 4 21. Başqa var mı? Sonra keçirik 6-cısına. 1'in 6-cısına baxıram. 96'nın vuruqlarına baxıraq. 1 96 2 48 48 3'e bölünür 32. Aha. 4'e bölünəcək 24.
24. 6'ya bölünəndə nə eləyir? 16. 6, 16. 7'ye bölünür 8'e. 8'e bölünəndə neçə alınır? 12. 9'a zaten bölünmeyecek. 8, 12. 1, 96. 2, 48. 3, 32. 4, 24. 6, 16. 104. 104'ün vuruqlarını yazıram. 1, 104. 1, axıra yazım ki, rəqəmlər çatsın uşaqlar. 2'ye bölünür 52. 3'e bölünmür. Çünki elə 1 ilə 4 toplayanda 5 eləyir. 3'e bölünür. 4'e bölünəndə 26 eləməlidir. 4'e bölünür. 6'ya bölünmür. 7'ye bölünmür. 8'e. Bəli, 8'e bölünəndə neçə eləyir? Bir dəfə 24, 13. 13. 9'a bölünmür. Başqa nədir bölünən ədədləri? Yoxdur. 8 ilə 13, 4 ilə 26, 2 ilə 52, 1 ilə 104. Keçirəm 8-incisine. 92. 1, 192. 2'ye bölünür. Neçə alınır? 9, 96. Sonra 3'e bölünür mü? Bəli. 3'e bölündə 66 olmalıdır. 64. 19'u 6'ya böləndə 3'e böləndə 6, 12'də 3'e 4, 64 eləyir. Sonra 4'e bölünək, baxaq. 4'e bölünəndə 4'ü 19'un içində 4, 4 dəfə 32, 48, 4 ilə 48, 3 ilə 64, 2 ilə 96, 1 ilə 192. Başqa baxaq, 6'ya bölünür. 192 6'ya bölünəndə 32 eləməlidir. 192'ni 6'ya bölünür 3 dəfə. 1, 12, 32. Düz demişəm. 6, 32. 7'ye bölünmür. 8'e bölünür mü? Baxaq. 192, 8'e bölünür. 16, 16, 32, bu da 4. Aha, 24. Demək, 8'e bölünəndə nə idi? 24. 8 ilə də 24'ü yazım. Demək, 8, 24. 192, 6, 32'ye qaldı. İndi keçirəm ikinci tapşırığa. İkincidə nədir? Verilmiş natural ədədlərin bütün bölənlərinin sayını tapın. Sayını soruşur. Ancaq yazaq, qeyd eləyəndə sayını qeyd eləyək. 23'ü hansı ədədlərə bölünür? 1 ilə 23, yəni 2 dənə. Sonra sayını soruşur. Cavabımız 2 dənə. Şimdi 26'nı hansı ədədlə bölünür? 1, 13, bir də 13, 2, bir də 26. Neçə dənə oldu? 4 dənə.
4 dənə. Sonra keçdik. 30 hansı ədədləri bölünür? 1-ə, 2-yə, 3-ə, 5-ə, 6-ya, 2-yə bölünəndə 15, 3-ə bölünəndə 10, 5-ə bölünəndə 6 yazdım. Bir də 1-ə bölündə 30. Neçə dənə oldu böləni? 1, 2, 3, 4, 5, 6, 7, 8 dənə. Burada 8 dənə. 32-yə baxırıq. 1-ə bölünür, 2-yə bölünür, 4-ə bölünür 8, 2-yə bölünəndə 16, 1-ə bölünəndə 32. Neçə dənə oldu? 2, 3, 4, 5, 6 dənə. 44-ə baxırıq. 44-də 1, 2, 4, 11, 2-yə bölündə 22, 1-ə bölündə 44. Başqa yoxdur. Neçə dənə oldu burada? 1, 2, 3, 4, 5, 6 dənə. 60-a baxırıq. 60 bölünür 1-ə, 60, 2-yə, 3-ə, 20, 4-ə də 15. 6-ya da bölünür. 10, 4-ə böldük yazdıq 15. 6-ya da bölünür, 5-ə də bölünür. 5-ə bölünəndə nə alınır? 12. 5-ə bölünür 12. 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10, 11, 12 dənə. Seksen səkkizin 1-ə 88 alınır. 2-yə bölünür 44 alınır. 4-ə bölünəndə 22 alınır. 8-ə bölünür 11 alınır. Sonra başqa 8, 11. Aha, neçə dənə oldu? 8 dənə oldu. Hı, 8 dənə. Sayın soruşur uşaqlar. 108-i 1-ə bölünəndə 108, 2-yə bölünür 54, 3-ə bölünür 100, 36, 4-ə bölünür 27, 6-ya bölünəcək. 6-ya bölünəndə uşaqlar 18 eləməlidir. 7-yə bölünürmü? Bölünmür. 8-ə bölünürmü? Yox. 9-a. 9-a bölünəndə neçə alınır? Baxın, buranı 9-a edirəm. 9-a bölünəndə 12 eləməlidir. Demək, nə qədər oldu? Bölən 1, 2, 3, 4, 5, 6, 7, 9, 10, 11, 12, 12 dənə.
Ədədlərin bölənlərini indi 3-cü tapşırığa keçirəm. Üçüncü tapşırıqda nədir? Natural ədədlərin bölənlərini yazın. Bölənlər sadə olanları müəyyən edin. 3-ün bölənləri 1, 3. Sadəsi 3-dür. 20-nin bölənlərini yazıram. 1, 20, 2-yə bölünürəm 10, 3-ə bölünürəm. 20-dir uşaqlar, 20-dir. 4-ə bölünür, 20, 24-ə bölünür. 5, 10-a bölünür yazdım. Demək, 10, 2, 4 ilə 5, 1 ilə 20. İndi deyir ki, bunlardan hansılar sadədir? 2 sadədir, 5 sadədir. Sadə olanlar bu qədər. 50-nin vuruqlarını yazıram. Sadə vuruqların sayı 1, 50, 2, 25, sonra 5'ə bölünəndə 6, 5'ə bölünəndə 10. 50 daxil uşaqlar. 8'ə bölünür, 9'a bölünür, başqa ədədə bölünmür də. 2'ə böldün, 25 elədi. 5'ə böldün, 5'ə böldün, 10 elədi. 50'yə böldün. İndi deyir ki, bunların içindən sadə olan sadədir, sadədir. Bu qədər. 45. 1'ə, 45'ə. 3'ə, 15'ə. Başqa var mı? 1, 3, 15, 45'in 5'ə, 9'a, 5'in 9. Sadə burası 3, 5, 45, 78'i yazıram. 1'ə bölünəndə 78 edir. 2'ə bölündə 39 edir. 3'ə bölünəndə bir dəfə, içində 2 dəfə olur. 18'də 3, 6, 26 eləyir. 4'ə bölünəndə 8, 4'ə bölündə 4'ə bölünür. Sonra 4'ə bölünmür uşaqlar. 7'yə bölünür. Xeyr, 9'a bölünmür. 4'ə bölünmür. 9'a da bölünmür. 7'yə də bölünmür. Başqa var mı? Xeyr, yoxdur. 2 ilə 39'u götürmür. 3 ilə 26'na 4'ü də götürmürük. Aha, indi deyir ki, bunların içində sadə 2, 3, başqa 39 var mı? Bölünmür. 78'i yazdım. 117. Hansılardır? 1'ə bölünəndə 117. 3'ə bölünür. 29. 8'ə bölündə 37, 9'a bölünəndə 9'a bölünəndə 13 eləməlidir. 13 elədi.
Всё. İndi de burada da sademiz hansıdır? 3, 13, 29. Sonra 117 dedik. Üçün yedincisine baxıram. 120'nin vuruqları 1, 120. 2'ye bölünendə 60. 3'e bölünendə 40. 4'e bölünendə 30. 5'e bölünendə 24. 6'ya bölünür 120 ve 20. 6'ya bölünendə 20. 8'e bölünendə 8'e bölünür. Bir dəfə 40, 15. 9'a da bölünür. 11'e 12'ye bölünür. 10. İndi deyir ki, bunların içində sadə olanları tap. 2, 3, 5. Başqa burada başqa. Bunun sadə olanları budur. Sonra 8-ci tapşırığa baxırıq. 135. Vuruqları 1 ilə 135. 3'e bölünür. 3'e bölünəndə 45. 1 3'e bölünür. 45 olmalıdır deyəsən. 135'i 3'e bölünürəm. 4 dəfə 3, 12. 5, 15, 3'e 45. Bəli. Nedir? 45. 5'e bölünür. 27. Sonra 9'a bölünür. 7'ye bölünür mü? 9'a bölünür. Bir dəfə 45, 15. Demək, sadə vuruqları budur. 35.